3 sotda 4 otaqlı, 6 qaraj tipli həyət evi təqdim edirəm dəyərli izləyicilərimiz. Hal-hazırda evimizin xarici görünüşünü təqdim edirəm sizlərə. Fasadı ağlay daşla üzlənilibdir. Tikintisi haqqında da ətraflı məlumat verim. Kruq qoşa daşla tikilib. Bünövrəsi betondur. Tikintinin sonundan beton kəmər fırlanır. Ətrafı tam yaşayışlıdır. Kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki, hər yüklədiyimiz ev elanları ilə tanış olasınız. Axtardığınız evləri rahatlıqla kanalımızda tapasınız. Həyətini təqdim edirəm. Həyəti genişdir. Həyətinə tam sərbəst 4-5 maşın yerləşdirmək mümkündür. Keçək evin qaraj olan hissəsini təqdim edim. Qarajın qapı hissəsi jalüs qapı ilə təchiz olunubdur. Hal-hazırda qarajı təqdim edirəm. Qaraja aid vəziyyətdə təmir olunub. Qarajdakı bu qapı evin arxa tərəfində həyəti var dəyərli izləyicilərimiz. Videonun irəliləyən dəqiqələrində təqdim edəcəm. Arxadakı həyətə keçmək üçün quraşdırılıb o qapı və qarajda alternativ otaqları var. Və burada belə bir otağı var. Eynən bu otağın eynisi də qarajın digər hissəsində yerləşir. Keçək evin arxasında yerləşən həyətini təqdim edim sizlərə. Evin dörd bir tərəfinə hərəkət eləmək mümkündür. Evin yan tərəflərində evin yanına hərəkət eləmək üçün yer saxlanılıb. Keçək arxada yerləşən həyəti təqdim edim sizlərə. Evin arxasında 2 torpağı təqdim edirəm. Bu torpağı ev sahibi ona görə saxlayıb ki, burada ağac gül əkmək üçün istifadə olunsun. Arxada evin yataq otaqlarından birindən də evin arxasına ki, bu həyətə keçmək üçün qapı quraşdırılıb və qarajdan da qapını təqdim etmişdim sizlərə. İndi isə keçək evin iç təqdimatını təqdim edim. Kanalımızda başqa evlərimiz də var. Kanalımızdakı digər evlərlə də maraqlanıb bizimlə əlaqə saxlaya bilərsiniz. Evin qarşı tərəfində terası var. Evin içinin təqdimatını təqdim edirəm sizlərə. Hal-hazırda dəhlizdəyəm. Dəhliz istipoldur və sol tərəfdə evin mətbəxi yerləşir. Mətbəxi təqdim edirəm hal-hazırda sizlərə. Döşəməsi istipoldur. Sağ tərəfdə qonaq otağı yerləşir. Evimiz Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində yerləşir. Qiymət ilkin olaraq 155.000 manata deyilir. Real müştərilərə qiymətdə endirim olunacaq. Bura evin yataq otaqlarından biridir. Keçək digər yataq otaqlarında təqdim edim sizlərə. Bura evin ikinci yataq otağıdır. Bu yataq otağından evin arxasına keçmək mümkündür. Dəhlizin sonunda evin hamamı yerləşir və sonda evin sonuncu yataq otağını təqdim edəcəm sizlərə. Bu evlə əlaqə saxlamaq istəyənlər videonun başlıq bölümündəki nömrə ilə əlaqə saxlaya bilərlər.